Salam, hər vaxtınız xeyir. Bugünkü webinarda vergi məcəlləsindəki dəyişikliklərlə bağlı 2026-cı ildə nəzərdə tutulan dəyişikliklərlə bağlı müzakirələr aparacağıq. Səslərinizi bağlı saxlamışam rekord daha keyfiyyətli olsun deyə, amma webinarın sonunda nəsə bir sualınız yaranarsa, səsləri açacağam. Hansısa bir suallarınız yaranarsa izah anında qeyd edin. Axırda suallarınızı qulaq asıb cavablandıracağım. Amma hal-hazırda hamıda səslər bağlıdır. Ümid edirəm ki, bugünkü webinar hamı üçün faydalı olar. İlk öncə özümü təqdim etmək istəyirəm. Ola bilər ki, qoşulanlardan kimsə məni tanımır. Mən Ələkbərova Meyxanım, hal-hazırda Azərsun Holdingdə Pərakəndə Məsələlər üzrə Vergi şöbəsinin müdiri vəzifəsində çalışıram. Bundan əlavə olaraq da peşə mühasib sertifikatı imtahanları üzrə vergi üzrə ekspert kimi çalışıram və həmçinin Bakı Mühəndislik Universitetində Köhnə Qafqazda sadə hesabı müəllim olaraq vergi fənnini tədris edirəm. Və həmçinin təlimçi kimi də fəaliyyət göstərirəm. PMS kimi imtahanları üzrə vergi qanunvericiliyi təlimini keçirəm və həmçinin bəyannamələrin yığılması üzrə vergi uçotu təlimini keçirəm. Vaxt itirmədən artıq webinara başlamaq istəyirəm. Webinara başlamamışdan öncə deyim ki, sizin üçün iki slayd hazırlamışam. Hər iki slaydın sizin üçün faydalı olacağını düşünürəm. Slaydın birincisi hal-hazırda gördüyünüz vergi məcəlləsində olan dəyişikliklərin şərhinin qeyd olunduğu slayddır. Digər slaydda isə siz ümumi olaraq bu formatda, gəlin bunu da paylaşım. Bu formatda məcəllədə olan dəyişiklikləri bir-bir maddə-maddə hər bir maddədə nə dəyişikliklər olub görmək şərti ilə belə bir slayd hazırlamışam. Bu slaydı webinarın sonunda paylaşacağım Telegram kanalına, oradan götürə bilərsiniz. Sadəcə o istifadə qaydası, yəni başa düşəsiniz deyə izah eləmək istəyirəm ki, əvvəl qeyd olunan hissədə qırmızı ilə qeyd olunan hissə artıq 2026-cı ildə o söz olmayacaq deməkdir. Sonra qeyd olunan hissədə isə qara hərflə altından xətt çəkilən hissə isə 2000 əvvəl yox idi və bundan sonra məcəlləyə yeni əlavə olunan hissə deməkdir. Həmçinin burada köhnə maddələr, ləğv olunmuş maddələr bu formatda göstərilib. Yeni maddələr də olduqda üzərində yeni maddə yazılaraq bu qaydada qeyd olunubdur. Burada olan belə deyim maddələr daha aydın olmadığı üçün bunu özünüz analiz etməli olacağınız üçün ikinci bir slayd hazırlamışam ki, hansı ki dedim bugün təqdimat zamanı həmin slayddan istifadə edəcəm. Bu slaydda isə artıq o dəyişikliklərin mahiyyəti, yəni hansı dəyişikliklər nəzərdə tutulubdur və dəyişikliklər bizə nə verir, bu haqda məlumat əldə edəcəksiniz. Hər iki slaydı sizinlə bölüşəcəm. Gəlin başlayaq birinci dəyişiklikdən. Kənd təsərrüfatı fəaliyyəti üzrə güzəşt. Bildiyiniz kimi onsuz da məcəllədə kənd təsərrüfatı fəaliyyəti üzrə güzəşt var. Yenə də bu fəaliyyət qalacaq. Sadəcə olaraq vergi 13-cü maddədə anlayışlar hissəsinə kənd təsərrüfatı fəaliyyəti məhsulu anlayışı verilib ki, hansı ki balıq yetişdirmə, balıq məhsulu da kənd təsərrüfatı məhsulu sayılacaq 2026-cı ildən etibarən. Bu isə nə deməkdir? Yəni kənd təsərrüfatı fəaliyyəti üzrə tətbiq olunan nə güzəştlər var idisə, artıq balıq yetişdirmə fəaliyyətinə də tətbiq olunacaqdır. Amma balıq kürüsünün istehsalı istisna olmaqla. Eyni zamanda emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla kəsilmə, dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları da kənd təsərrüfatı məhsulu hesab olunacaqdır. Bu dəyişiklik bizə nə verəcək? Məcəllədə 102-ci, 106-cı və eyni zamanda ƏDV-də kənd təsərrüfatı üçün nəzərdə tutan bütün güzəştlər artıq balıq fəaliyyətinə də, balıq məhsullarına da, balıq yetişdirmə fəaliyyətinə də tətbiq olunacaqdır. Məsəl üçün, yada salaq 102-ci maddədə belə bir kənd təsərrüfatı fəaliyyəti ilə bağlı güzəşt var ki, kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər fiziki şəxsin gəlir vergisindən azaddır. Eyni zamanda dövlət tərəfindən bu sahə üzrə verilən subsidiyalar gəlir vergisindən azaddır. Eyni zamanda bu sahə üzrə fərdi sahibkarın əldə etdiyi dividend gəlirləri gəlir vergisindən azaddır. Həmçinin bu sahə üzrə satışdan kənar gəlirləri də gəlir vergisindən azaddır. Bu saydıqlarım eyni ilə mənfəət vergisində 106-cı maddədə də var ki, əgər hüquqi şəxs kənd təsərrüfatı məhsullarının istehsalından gəlir əldə edirsə, bu zaman onun mənfəəti mənfəət vergisindən azaddır. Eyni zamanda dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı sayəsində fəaliyyət göstərməsi hansısa bir subsidiya verilirsə, bu da mənfəət vergisindən azaddır.
və hansısa bir bu fəaliyyət üzrə satışdan kənar gəlir əldə edirsə, bu da mənfəət vergisindən azad ediləcəkdir. Və eyni zamanda dividend gəlirləri də müəssisənin ƏMV-dən azad ediləcəkdir. Bu saydığım kənd təsərrüfatı güzəştləri onsuz da var idi. Artıq bu balıq yetişdirmə fəaliyyətinə də tətbiq olunacaq. Digər tərəfdən gəlin ƏDV-dəki güzəştləri yada salaq ki, məsəl üçün var idi ki, kənd təsərrüfatı məhsullarının topdan pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanır. Eyni qayda artıq balıq məhsullarının da topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq. Sadəcə burada bir nüans var ki, yeni maddədə, digər slaydda görəcəksiniz. Mötərizədə qeyd olunub ki, xarici mənşəli balıq məhsulları istisna olmaqla. Yəni, xaricdən alınan balıq məhsulları olduqda isə onlarda ƏDV ticarət əlavəsinə hesablanmayacaq. Həmçinin 164-cü maddədə də ƏDV azad olması var ki, eyni qayda bu da balıq yetişdirmə fəaliyyətinə tətbiq ediləcəkdir. Daha sonra davam edək. Vergi nəzarətinin təkmilləşdirilməsi məqsədi ilə məcəllədə əlavə olunan dəyişikliklərə baxacağıq. Onlardan birincisi vön açdırmadan sahibkarlıq fəaliyyəti ilə, yəni vergi orqanlarına çota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdə sanksiya əvvəl 40 manat idi, indi 200 manat olacaqdır bu sanksiya. Digər ən mühüm dəyişikliklərdən biri artıq elektron auditin ləğv edilməsi və bunun yerinə üfüqi monitorinqin həyata keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi əvvəllər elektron audit keçirilən müəssisələr var idi ki, bu iri vergi ödəyicilərində idi və yaxud da ki, müxtəlif sahələrdə telekommunikasiya fəaliyyəti ilə məşğul olan şəxslərdə idi. Daha sonra karbohidrogen fəaliyyəti ilə məşğul olan şəxslərdə idi. Bank, sığorta və lizinq sahəsində bu işlərlə məşğul olan şəxslərdə elektron audit həyata keçirilirdi. Artıq 2026-cı ildən etibarən bu elektron auditin keçirilməsi dayandırılacaq və üfüqi monitorinq anlayışı vergi məcəlləsinə əlavə olunur və üfüqi monitorinq keçiriləcək. Bəs bu üfüqi monitorinqin mahiyyəti nədir? Hansı üstünlükləri var? Hansı üstünlükləri var? Kimlər üfüqi monitorinqə qəbul edilə biləcəklər və bu zaman sanksiyalar tətbiq ediləcəkmi? Üfüqi monitorinq aparılan müəssisələrdə səyyar vergi yoxlaması aparılacaqmı? Ən çox verilən, ən çox aktual suallardan biri hal-hazırda budur ki, gəlin bu sualların cavablarına baxaq. Deməli, İlkin olaraq üfüqi monitorinqin əhatə etdiyi dövr. Təqvim ilini əhatə edəcək. Necə ki, səyyar vergi yoxlaması 3 il əhatə edir. Bu da təqvim ilini əhatə edəcək və yoxlama 6 ay boyunca aparıla bilər. İstisna hallarda əgər əlavə bir sənədlər təqdim edilərsə, araşdırma əlavə bir vaxt tələb edərsə, 2 aya qədər uzadıla bilər üfüqi monitorinqin aparılması. Üfüqi monitorinq zamanı ilk öncə bazarda bu eşidiləndə, yəni bu dəyişiklik eşidiləndə dedilər ki, maliyyə sanksiyası tətbiq edilməyəcək. Tətbiq edilməyəcək, düzdür. Hansı halda tətbiq edilməyəcək? Əgər vergi ödəyicisi öz riskləri barədə öncədən məlumatı vergi orqanına açıqlayarsa, üfüqi monitorinq zamanı maliyyə sanksiyası tətbiq edilməyəcək. Amma üfüqi monitorinq zamanı vergi ödəyicisi özü aşkarlayarsa riskləri, bu zaman maliyyə sanksiyası tətbiq ediləcəkdir və bu tətbiq edilən maliyyə sanksiyası 25% olacaqdır. Üzürlü sayın təşkilatçıdan zəng gəlir, bir dənə baxım mən ona. Dedik ki, üfüqi monitorinq deməli, maliyyə sanksiyası tətbiq ediləcək o halda ki, əgər vergi ödəyicisi vergi riskləri haqqında öncədən məlumat verməzsə və bunu vergi orqanı özü aşkar edərsə, bu zaman 25% maliyyə sanksiyası tətbiq edəcəkdir. Amma vergi ödəyicisi öncədən bu haqda məlumat verərsə, vergi ödəyicisine maliyyə sanksiyası tətbiq edilməyəcəkdir. Daha sonra bəs kimlər üfüqi monitorinqə qəbul edilə bilər? Bütün vergi ödəyicilərində mi üfüqi monitorinq keçirilə bilər? Xeyr, müəyyən şərtlər var ki, o şərtlərə tələb olunur. Bu şərtlərə uyğun olan vergi ödəyiciləri üfüqi monitorinqə qəbul edilə bilər. Bunlar kimlərdir? İri və orta sahibkarlıq subyektidirsə əgər vergi ödəyicisi, eyni zamanda mühasibat çotunu proqram təminatı vasitəsilə aparırsa, məsəl üçün SAP olsun, BRES proqramı olsun, xüsusi bir proqram vasitəsilə aparırsa və daxili nəzarət sistemi tətbiq edilirsə, bu müəssisələr üfüqi monitorinqə qəbul edilə bilər. Bir şərtlə ki, riskli vergi ödəyicisi olmasın
və eyni zamanda həmin vergi ödəyicisi barədə qanunvericinin pozulmasına görə cinayət işi qaldırılmasın. Bu halda həmin vergi ödəyiciləri üfüqi monitorinqə qəbul edilə bilər. Davam edək. Deməli, bəs üfüqi monitorinqə vergi ödəyicisi qəbul edildi. Daha doğrusu edilmək üçün nə etməlidir vergi ödəyicisi? Ərizə ilə hansı dövrün yoxlanılmasını istəyirsə, üfüqi monitorinqin hansı dövrdən başlamasını istəyirsə, həmin dövrdən əvvəlki ilin sentyabr ayının 1-nə qədər ərizə ilə, hansı ki deyir, müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən ərizə. Bu ərizə təbii ki, hələ ki mövcud deyil. 2026-cı ildən çox güman ki, bu ərizə də mövcud olacaq. Yəni maddə qüvvəyə minəndən sonra həmin ərizə ilə və qeyd olunan sənədləri vergi orqanlarına təqdim edərək bu sənədlər hansılardır? Müvafiq reqlamentə uyğun olaraq verginin hesablaması ödənilməsinə bağlı sənəd və məlumatları vergi orqanına təqdim etməlidir. Həmçinin daxili nəzarət sistemi mümkün vergi riskləri və həmin risklərə nəzarət proseduru barədə sənədləri vergi orqanlarına təqdim etməlidir. Yəni bu üç sənədi, ərizə və qeyd etdiyim iki sənəddə vergi orqanlarına müraciət etdikdən sonra 2 ay ərzində bu müraciət olunan ərizəyə və sənədləri vergi orqanları tərəfindən baxılır və həmin vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilib edilməyəcəyi barədə qərar qəbul edir. Əgər vergi ödəyicisi üfüqi monitorinqə qəbul edilibsə, növbəti illərdə də üfüqi monitorinq həmin müəssisədə aparılacaqdır avtomatik olaraq. Bu həmişəmi belə davam edəcək? Yox, birazdan növbəti slaytlarda görəcəyik ki, müəyyən şərtlər pozulduqda artıq həmin vergi ödəyicisinin üfüqi monitorinq aparılması halı dayandırılacaqdır. Növbəti slaytlarda bu şərtlər haqqında ətraflı danışacağıq. Daha sonra, bəs üfüqi monitorinqə vergi ödəyicisi qəbul edildi. Üfüqi monitorinq nə zaman başlayacaqdır? Üfüqi monitorinq başlayacaq vergi ödəyicisi gəlir və mənfəət vergisi bəyannaməsini verdiyi tarixdən 30 gün ərzində müvafiq sənədləri, məlumatları vergi orqanına təqdim edir. Vergi orqanı isə 30 gündən sonra növbəti gündən etibarən artıq üfüqi monitorinqin başlaması haqqında qərar qəbul edir. Və bununla da üfüqi monitorinq başlayır. Bayaq dedim ki, ərizə ilə sənədlərlə vergi orqanlarına müraciət edir vergi orqanı. Ola bilər ki, təqdim etdiyi sənədlərdə müəyyən çatışmazlıqlar var və yaxud da müəyyən sənədləri düzgün təqdim etməyibdir. Bu zaman vergi orqanı tərəfindən vergi ödəyicisinə 5 iş günü ərzində sorğu göndərilir ki, bu sənədlər çatmır, bu sənəd düzgün deyil və bu sorğunu aldıqdan sonra vergi ödəyicisi 15 gün ərzində vergi orqanının tələblərini yerinə yetirərək həmin sənədləri vergi orqanına təqdim etməlidir. Bundan sonra vergi ödəyicisi monitorinqə qəbul edilə bilər. Üfüqi monitorinq başladı. Dedik ki, 30 gündən ərzində sənəd təqdim edir. 30 gündən sonraki gündən etibarən artıq monitorinq başlayır. Bəs üfüqi monitorinqə başlayandan sonra vergi ödəyicisi dəqiqləşdirilmiş bəyannamə verə bilərmi? Ən çox üfüqi monitorinqə işləndə aldığım suallardan biridir. Qayda belədir ki, üfüqi monitorinqin başladığı tarixdən etibarən 15 gün ərzində istəyirsə əgər üfüqi monitorinqin aparıldığı dövrdə dəqiqləşdirilmiş bəyannamə verə bilər 15 gün ərzində. Bəs üfüqi monitorinqə qəbul edən vergi ödəyicisinin vəzifələri nələrdir? Müvafiq reqlamentə uyğun olaraq vergilərin hesablanması ödənilməsi ilə bağlı sənədləri, məlumatları vergi orqanına təqdim etmək, yəni müvafiq bir platformada yerləşdirmək və vergi orqanı həmin platformaya çıxışını təmin etmək. İndi sizdə sual yaranacaq ki, bu nə platformadır? Müvafiq reqlamentə hansı qaydada təqdim edilməlidir? Bu sualın cavabı məndə də yoxdur. Çünki bu qərar məcəlləyə 2026-cı ildən qəbul olunacaq, 2026-cı ildən qüvvəyə minəcək. Çox güman ki, həmin müvafiq icra hakimiyyəti orqanı təsdiq etdiyi inzibati reqlament dediyi şey qərar qəbul ediləcək. Bu reqlament nədir? Hansı qaydada, hansı bir platformanın yaradılmasını, sənədlərin hansı formada təqdim edilməsi artıq 2026-cı ildən qərar qəbul ediləcəkdir. Daha sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi qaydalara, yenə də bu qayda hələ ki təsdiq edilməyibdir. 2026-cı ildən etibarən biz biləcəyik ki, qaydalar dedikdə nəyi nəzərdə tutur? Daxili nəzarət sistemini qurmaq və mümkün vergi riskləri barədə məlumatı və həmin risklərin nəzarət proseduru haqqında məlumatı vergi orqanına təqdim etmək vergi ödəyicisinin, üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicisinin əsas vəzifələrindən biridir. Daha sonra biz dedik ki, üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicilərində üfüqi monitorinq aparıldığı dövrdə kameral vergi yoxlanması aparıla bilməz. Kameral vergi yoxlaması aparılmayacaq. Amma səyyar vergi yoxlaması
bəzi hallarda aparılacaq. Bu bəzi hallar hansılardır? Ekranda görürsünüz. Vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan, dəyişdirilmiş, təhrif olunmuş məlumatlar aşkar edildikdə, eyni zamanda vergi orqanları tərəfindən vergi ödəyicisi öz gəlirlərinin və ictimai obyektinin gizlədilməsi barədə əlamətlər müəyyən edildikdə, eyni zamanda cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanının vergi yoxlamanın keçirilməsi barədə müvafiq qərarı olduqda, həmçinin transfer qiymətlərinin tətbiqi üzrə və həmçinin xarici dövlətin səlahiyyətli orqanlarının tərəfindən daxil olan sorğu əsasında və eyni zamanda xaricdə əldə olunan gəlirlər barədə vergi orqanında mənbəyi bəlli olan hansısa bir məlumat olduqda, bu sahələrin araşdırılması üçün səyyar vergi yoxlaması aparıla bilər. Baxmayaraq ki, həmin dövr üçün hüquqi monitorinq aparılır. Yalnız bu qeyd olunan hallarda səyyar vergi yoxlaması da aparıla bilər. Daha sonra, bayaq dedik ki, vergi ödəyicisinin hüquqi monitorinqə qəbul edilməsi haqqında qərar qəbul edilirsə, artıq həmin dövrdən etibarən həmin vergi ödəyicisi hüquqi monitorinq aparılır mütəmadi olaraq. Bu həmişəmi belə davam edir? Müəyyən şərtlər var ki, o şərtlər pozulduqda artıq vergi ödəyici hüquqi monitorinqdən çıxarılır. Bəs bu şərtlər hansılardır? Deməli, vergi ödəyicisi özü müraciət edir. Deyir ki, mən hüquqi monitorinqin aparılmasını istəmirəm. Bu zaman ərizə ilə müraciət edir. 3 iş günü ərzində hüquqi monitorinqdən həmin vergi ödəyicisi çıxarılır. Digər tərəfdən vergi orqanı 2 dəfə ardıcıl olaraq müraciətinə vergi ödəyicisi tərəfindən, yəni sənəd tələbi ilə bağlı müraciətinə ardıcıl olaraq vergi ödəyicisi tərəfindən pozulduqda, yəni sənədləri təqdim etmədikdə artıq hüquqi monitorinqin həmin müəssisədə aparılması dayandırılır. Digər tərəfdən cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanının növbədən kənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı olduqda da həmin vergi ödəyici hüquqi monitorinqdən kənarlaşdırılır. Eyni zamanda mümkün ola biləcək risklər barədə vergi ödəyicisi öncədən məlumat vermədikdə və vergi orqanı hüquqi monitorinq zamanı vergi ödəyicisinin və ictimai obyektinin gəlirlərinin gizlədilməsi haqqında bir məlumat, mənbəyə bəlli olan bir məlumat əldə edərsə, səyyar vergi yoxlaması açılmasını tələb edə bilər. Biz bayaqlarında dedik və bu səyyar vergi yoxlaması açılması haqqında qərar qəbul edilirsə, artıq vergi ödəyici hüquqi monitorinqdən çıxarılır və yaxud da ki, hüquqi monitorinqlə əhatə olunmayan dövr üzrə keçirilən səyyar vergi yoxlaması zamanı səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonraki dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyə bəlli olan məlumatlar olduğu halda olduğu üçün yoxlamanın əhatə etdiyi dövr artırıldıqda, bu dövr artırıldıqda artıq artırılan həmin dövr hüquqi monitorinqin olduğu dövrə düşürsə, bu zaman vergi ödəyicisi hüquqi monitorinq aparılması dayandırılacaqdır. Eyni zamanda vergi ödəyicisi, riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildikdə, eyni zamanda vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda vergi ödəyicisi artıq hüquqi monitorinq aparılan şirkətlər siyahısından çıxarılacaqdır. Daha sonra davam etsək, hüquqi monitorinq aparılan müəssisələrə icazə var ki, amortizasiyanı bildiyiniz kimi bizim ölkədə azalan qalıq metodundan amortizasiya hesablanır. Bir dənə istisnadır ki, qeyri-maddi aktivlərdə əgər istifadə müddəti məlumdursa, istifadə müddətinə mütənasib qaydada amortizasiya hesablana bilər. Amma hüquqi monitorinqə qəbul edilən vergi ödəyicilərində icazə verilir ki, öz seçimlərindən asılı olaraq ya düz xətt metodu ilə və yaxud da azalan qalıq metodu ilə uçot aparsın. Buna icazə verilir. Bəs o zaman vergi necə hesablanacaq? Bildiyimiz kimi düz xətt metodunda vergi necə hesablanır? İllərə, istifadə müddətinə mütənasib qaydada amortizasiya hesablanır. Hansı ki, bizim hesablamamız üçün bizə istifadə müddəti lazımdır ki, bu istifadə müddəti də vergi məcəlləsinə əlavə olunubdur. Hansı ki, ekranda görürsünüz. Məsəl üçün, birinci kateqoriya bina tikili qurğularda 44 ildir, maşın və avadanlıqda 14 ildir, yüksək texnologiyada 11 ildir, xidmət nəqliyyat vasitəsi 19 ildir, avtonəqliyyat vasitələrində 14 il və s. Yəni, ilkin dəyərini, əsas vəsaitin ilkin dəyərini bu istifadə müddətinə bölərək proporsional qaydada xərcə salacaqsınız. Bəs bu amortizasiyanın düz xətt metodu ilə hesablama qaydasını dedik, ilkin dəyərini istifadə müddətinə bölərək amortizasiya hesablayırsınız. Bəs bir metoddan digərinə keçmə qaydası necədir? Vergi ödəyicisi öz seçimindən asılı olaraq necə bunu tətbiq edir, hansı müddətdə tətbiq edir? Bu maddələr, gördüyünüz maddələr də yeni maddələrdir, hansı ki, bu dediyim qaydaları tənzimləyir ki, vergi ödəyicisi düz xətt metodunun amortizasiyanı hansı qaydada hesablayacaq?
Hansı ki birinci bənddə deyir ki, əgər deyir üfüqi monitorinqə qəbul edən vergi ödəyicisi hər il aprel ayının 15-nə qədər hansı metodu seçdiyi barədə vergi orqanına məlumat verməlidir. Əgər bir metodu seçirsə aprelin 15-nə qədər 3 il ərzində o metodu dəyişdirə bilməyəcəkdir. Amma tutaq ki, il ərzində tutaq ki, aprel ayının 15-nə qədər hansısa bir müəssisə ləğv edilirsə, artıq həmin vergi ödəyicisində də əvvəlki ildə hansı metod tətbiq edibsə, eyni metodu tətbiq etməyə davam edəcək. Çünki müəssisə onsuz da ləğv edilir, təzədən metod dəyişməyin bir mənası yoxdur məntiqi ilə. Əvvəlki ildə nəsə eyni metod davam edəcəkdir. Ən çox maraqlı gələn suallardan biri odur ki, bəs əvvəl azalan qalıq metodudur, bəs düz xəttə keçəndə nə olacaq? İkinci maddə onu tənzimləyir ki, əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq dəyəri metodundan düz xətt metoduna keçid zamanı illik amortizasiya məbləği həmin əsas vəsaitlərin keçid tarixində olan qalıq dəyərinin həmin tarixə qalan istifadə müddətinə bölünməsi yolu ilə hesablanır. Rəqəmlə misal göstərsək, tutaq ki, binası olubdur. İllər əvvəl neçəyəsə alıbdır binanı müəssisə. 10 il əvvəl tutaq ki, hal-hazırda metodu dəyişmək istəyir. Yəni indiyə qədər azalan qalıq metodu ilə istifadə edibdir. 10 ildən sonra, 10 il ərzində, 10 ildən sonra metodu üfüqi monitorinqə qəbul edib və seçimi var ki, dəyişsin və düz xətt metodu ilə çotu aparmaq istəyir. Yəni çotu dediyim amortizasiyanı düz xətt metodu ilə hesablamaq istəyir. Bu zaman həmin tarixə qalıq dəyəri binanın nədirsə, onu istifadə müddətinə, amma hansı istifadə müddətinə? Qalan istifadə müddətinə. Çünki bina üzrə 44 ildir. Mən də dedim 10 il əvvəl alıb. Artıq 10 il keçibdir. Deməli, qalan istifadə müddəti 34 ildir. Ona görə də metodu dəyişmək istədiyi tarixə binanın dəyəri tutaq ki, qalıq dəyəri 300 mindirsə, 300 mini 44-də deyil, qalan istifadə müddətinə, yəni 34-də bölüb amortizasiyanı bu qaydada hesablayacaqsınız. Və bu qayda digər 3-cü maddə isə amortizasiyanın düz xətt metodu hesablama qaydasını izah edir ki, deyir ilkin dəyərini burada verilən istifadə müddətlərinə böl və proporsional olaraq xərcə sal. Necə ki, azalan qalıq metodunda kapitallaşan təmir xərci anlayışı var idi. Burada da təmir xərcinin hər bir əsas vəsait üzrə normadan artıq hissəsi əsas vəsaitin dəyərini artıracaq və illər üzrə amortizasiya hesablanacaqdır. Daha sonra indi əksinə, bəs düz xətt metodundan azalan qalıq metoduna keçid qaydası nədir? Bu daha sadədir. Qalıq dəyəri həmin keçid dövründə nədirsə, artıq illər üzrə proporsional hesablamağı dayandıracaq və həmin tarixə qalıq dəyərinə məcəllədə nəzərdə tutulan faizi tətbiq etməklə amortizasiyanı hesablayacaq və nəticədə azalan qalıq metoduna yenidən qayıtmış olacaqdır. Daha sonra vergi ödəyicisi əgər üfüqi monitorinqə, bayaq deyək ki, müəyyən şərtlərdə vergi ödəyicisi üfüqi monitorinqdən kənarlaşdırıla bilər. Belə olduğu halda artıq istəsə də düz xətt metodunda qala bilməz. Təzədən qayıdıb azalan qalıq metodu ilə hansı ildə üfüqi monitorinqdən çıxarılacaqsa, həmin il üçün amortizasiyanı artıq azalan qalıq metodu ilə istifadə edəcəkdir. Davam eləsək, necə ki, digər əsas vəsaitlərdən yenidən qiymətləndirmədən yaranan artım amortizasiya hesablanması məqsədləri üçün istifadə edilmirdi. Üfüqi monitorinqdə də yenə də düz xətt metodu zamanında hansısa bir əsas vəsait yenidən qiymətləndirilirsə, bu yenidən qiymətləndirmədən yaranan artım amortizasiya hesablama məqsədləri üçün istifadə edilməyəcəkdir. Sadəcə o əsas vəsaitin ilkin dəyərinə əlavə olunur, balansda dəyərini artıracaq. Amma vergi tutma məqsədləri üçün bu yenidən qiymətləndirmədən yaranan artım amortizasiya hesablanmasında istifadə edilməyəcəkdir. Üfüqi monitorinqlə bağlı bu qədər. Düşünürəm ki, bu ilin vergi məcəlləsində ən əsas 2 dəyişiklik var. Bir gəlir vergisi ilə bağlı, bir də üfüqi monitorinqlə bağlı ki, bütün vergi ödəyicilərini maraqlandıran dəyişiklikdir. Digər bir dəyişiklik isə elektron qayma fakturanın təqdim edilməsi ilə bağlı olan dəyişiklikdir ki, indiyə qədər bildiyiniz kimi bütün işlərin görülməsi, xidmətlərin görülməsi üzrə, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə elektron qayma faktura 5 gün ərzində göndərilməli idi. Amma indi beynəlxalq daşınma ilə müntəzəm və daimi əsaslarla göstərilən xidmətlərdə fərqli qayda qoyur. Beynəlxalq daşınmada deyir, daşınmanın başladığı vaxt qayməni göndər. Artıq iş bitəndən sonra 5 gün ərzində deyil də daşınma başlanıldığı vaxt qaymə göndərilməlidir.
Müntəzəm daimi əsaslarda görülən xidmətlər üzrə, məsəl üçün şirkətiniz hansısa bir konsalting xidməti alır, hər ay sabit məbləğdə və yaxud da şirkətiniz icarə götürür hər ay sabit məbləğlərdə. Burada bu müntəzəm xidmətlərdə qaymə göndərilən zaman deyir hər ay ayın əvvəli, yəni xidmət başlanıldığı vaxt. Bu da o deməkdir ki, hər ayın biri. Yəni xidmət nə vaxt başlanır hər ay üçün? Hər ayın biri başlanır. Avans qaymələrdə də bilirsiniz ki, praktikada çox müəssisələr bunu demək olar ki, tətbiq etməkdə çətinlik çəkirdi. Çünki əvvəlki qaydada nə idi? Deyirdi ki, avansı aldığın gün avans qayməsini göndər. Bunun üçün o ödənişi çox olan müəssisələrdə bunu izləmək çox çətin olurdu ki, hər gün gərək bank hesabını izləyərdi ki, görüm bu gün nə qədər avans gəlibdir, mən avans qayməsi göndərim. Ona görə bu problem də aradan qaldırılıb deyərdim. Artıq avansın alındığı gün deyil, avans alındığı vaxta dək göndəriləcək. Bu nə deməkdir? Yəni öncə avans qayməsi göndəriləcək, daha sonra qarşı tərəf avans qayməsinin ödənişini eləyəcək. Bu belə deyim, cari dövrdə əvvəlki qayda ilə nisbətən vergi ödəyicilərinə daha asan olacaqdır bunu izləmək. Davam edəsək, fiziki şəxslərin gəlir vergisi üzrə dividendlərdə, rezidentdən əldə edilən dividendlərdə vergi ödəmə mənbəyində 5%-dir, bunu bilirik. Amma qeyri-rezidentdən əldə edilən dividendlərdə 14% idi. Bu dərəcə artıq 5%-ə endiriləcək daha doğrusu 2026-cı ildən etibarən, əgər layihədə bir dəyişiklik olmasa. Daha sonra fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsinə əldə olunan gəlirlərdən də kirayə haqqı əvvəl 14% tutulurdu. Artıq bu faiz 14 deyil, 10% tutulacaq. Bu maddədəki dəyişiklik də bəzi belə deyim, mühasiblərdə çaşqınlıq yaradır ki, düşündülər ki, hüquqi şəxs fiziki şəxsdən kirayə götürürsə, fiziki şəxs icarə haqqını ödəyəndə ödəmə mənbəyində artıq 10% vergi tutacaq. Əgər maddəni diqqətlə oxusanız, bu maddə iki fiziki şəxsə aiddir. Yəni bir fiziki şəxs öz evini digər fiziki şəxsə kirayə verirsə, bu hala aiddir. Yəni burada artıq hüquqi şəxsə icarəyə verəcəksə, faiz yenə də 14% olacaqdır. Amma iki fiziki şəxs arasında icarədən gəlirdən 10%-dən vergi ödəniləcəkdir. İstisna var ki, mehmanxana və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla. Ən aktual dəyişikliklərdən biri, hansı ki, gəlir vergisi hamının səbirsizliklə gözlədiyi ki, dəyişiklik nə olacaqdır? Dəyişiklik 8000-ə qədər indiyə qədər 0 idi, 8000-dən yuxarı 14 idi. İndi 2500-ə və 8000 olaraq 2 pilləli ayrılıbdır. 2500-ə qədər 2027-ci il yanvarın 1-nə qədər 3%-dir. 2028-ci il yanvarın 1-nə qədər bu faiz 5% olacaqdır. Daha sonra 7%-ə qaldırılacaqdır. 2500-dən 8000-ə qədər 10%-dir. Bu digər illərdə də eynidir. 8000-dən yuxarı isə yenə də əvvəlki qayda ilə 14% olacaqdır. Yəni əsas burada 2500-dən aşağı olan, daha doğrusu 8000-dən aşağı olan hissədə artıq vergiləndirilib. Əvvəl 0% idi. Əmək haqqı ilə bağlı dəyişiklik təkcə gəlir vergisində deyil. Düzdür, bizim bugünkü vebinarımız vergi məcəlləsinə dəyişikliklərlə bağlıdır, amma bunun aktual olduğunu düşündüyüm üçün DSMF haqqında qanundakı dəyişikliyə də baxaq istəyirəm. Hansı ki, özəl müəssisələrdə, qeyri-neft-qaz sahəsində fəaliyyəti olan müəssisələrdə əmək haqqından DSMF tutulmasında da bir fərqli qayda tətbiq olunacaqdır. İşə götürən tərəfindən cədvələ fikir versəniz, işə götürən tərəfindən, daha doğrusu işçi tərəfindən tutulanda bir dəyişiklik yoxdur. İndiyə qədər necə idi? 200 manata qədər 3% idi DSMF, 200 manatdan yuxarı olan hissə üçün 10% idi. Burada 8000 və 8000-dən yuxarı ayrılıbdır, amma işçi tərəfdən eynidir. Baxın, 200 manatdan 8000 manata qədər 10%, 8000 manatdan yuxarıda yenə də 10% tutulur. Bu nə deməkdir? Yəni, işçidən tutulan hissədə DSMF ödənişlərində fərq yoxdur. Amma müəssisə tərəfindən ödənilən DSMF-lərdə fərq var. Hansı ki, 200 manata qədər 22% tutulacaqdır ki, bu əvvəl də belə idi. 200 manatdan 8000 manata qədər 15% tutulacaq. Bu da əvvəl də belə idi. Amma dəyişiklik bir dənə bu xanadır. Hansı ki, 8000-dən yuxarı, baxın, faiz azaldılıbdır. Artıq 15% deyil, 11% tutulacaqdır. Yəni, DSMF haqqında qanunda əmək haqqı ilə bağlı olan dəyişiklik əsas işə götürən tərəfindən
işçiyə görə ödənilən 8000 manatdan yuxarı əmək haqqılardadır ki, indiyə qədər 15% idi, indi bu faiz 11%-ə endirilibdir. Ə, Davam eləsək, buna qayıdacağam. Bu sosial sığorta haqqında qanunda olan digər dəyişikliklər ki, vacib olduğunu düşündüyüm üçün slayda əlavə eləmişəm, amma qayıdacağam buna. Gəlin tibbi sığorta haqqında qanundakı dəyişikliyə baxaq. Tibbi sığorta haqqında qanunda da yenə dəyişiklik nədir? Əvvəl 8000-ə qədər 2% idi. 8000-dən yuxarı 0,5% idi. Amma hal-hazırda 2500 manata qədər 2%dir. Olacaq, daha doğrusu 2026-cı ildən 2500 manata qədər 2% olacaq. 2500 manatdan yuxarı olan hissə üçün 0,5% olacaqdır. Əvvəl isə bu sərhəd 8000 idi. Əmək haqqından danışmışkən istəyirəm bu qrafiklə də biz analiz edək. Bu qrafikdə gördüyünüz faiz işçi tərəfindən tutulan və işə götürən tərəfindən ödənilən cəmi rəqəmləri göstərir. Yəni, məsəl üçün, gəlir vergisi 2500 manata qədər sıfırdır, hansı ki 2025-ci ildə. 8000-ə qədər sıfır olubdur. Artıq 8000-dən yuxarı 14% olub. Yəni keçən il belə idi, 14% idi. Amma bu ildən etibarən baxın 2500 manata qədər 3%lik bir artım var. 2500 manatdan 8000-ə qədər 10%lik bir artım var. 8000-dən yuxarı isə yenə əvvəl də 14 idi, indi də 14-dür. DSMF haqqında, DSMF-yə baxsanız, bayaq dedim ki, dəyişən nə idi? Bir dənə işçi tərəfindən, işə götürən tərəfindən ödənilən 4%-dir. Hansı ki, baxın, müəssisədən tutulan, işçidən tutulan ikisi bir yerdə 25 idi, hansı ki, yenə də 25-dir. Yəni, əvvəl 25 idi, yenə də 25 olacaqdır. Bu aralıqda 25 idi, yenə də 25 olacaq. Amma baxın, 8000-dən yuxarı olan hissədə 25 idi, 25% desəm ödənilirdi. İşə götürən və işçi cəmi bir yerdə 25% ödənilirdi. Amma 2026-cı ildən 21% ödəniləcək. Okay. Və eyni zamanda da icbari tibbi sığorta haqqı, işsizlikdən sığorta haqqı bu arada dəyişilməyib, görə bilərsiniz, hər birində eynidir. İcbari tibbi sığorta haqqı isə 2500 manata qədər, 8000-ə qədər 2% idi, görə bilərsiniz. Yəni, müəssisə və işçi ödədiyi cəmi 4%, cəmi 4%, daha sonra 8000-dən yuxarı isə 0,5, üstəgəl 0,5, yəni 1% edir. Növbəti ildə isə artıq bu 2500 manata qədər 4 olacaqdır. Ondan yuxarı məbləğlərdə görə bilərsiniz 1% və 1%. Bunu bu şəkildə qoymağımın səbəbi siz müəssisəyə neçə faiz təsir etdiyini rahat görə biləsiniz deyə. Məsəl üçün, gəlin 2500 manata qədər olan əmək haqqılarda bu tutulmaların müəssisədə neçə faiz təsiri olacaq, ona baxaq. Cəmi nə qədər tutulurdu 2500 manata qədər? 25, üstəgəl 4, üstəgəl 1, 30%. 2026-da neçə faiz tutulacaqdır? 25, 4, 1 və 3, 33%. Deməli, 3%lik bir artım olacaq. Müəssisəyə 3%lik xərc artımı olacaq. Və eyni bu dediyim şifahini həm burada analiz edə bilərsiniz, həm də bu qrafiki qoymuşam ki, şirkətə vergi yükü baxımından necə təsir edəcəyini rahat görə biləsiniz deyə. 2026-cı növbəti 2500-lə 8000 arasında isə 30% idi əvvəl, indi 37% tutulma olacaq. Sual yarana bilər, niyə 37%, niyə 7%lik bir artım var? Gəlin analiz edək. Gəlir vergisi 10% artıb, hansı ki 0 idi, 10% oldu. Digər tərəfdən 3%lik bir azalma var, hansı ki icbari tibbi sığorta 4% idi, 1% oldu. 10% artıb 3% azalanda bu müəssisəyə yük olaraq, yəni xərc olaraq 7%lik bir artımla təsir edir. Və eyni qaydada 8000-dən yuxarı olan hissə üçün isə əksinə əvvəl daha çox tutulurdu, cəmi 41%, hal-hazırda 37%-ə enir. Bunun da yeganə səbəbi nədir? DSMF-də olan bu 4%lik azalmadır. Çünki qalan hər şey əvvəlki ilə eyni qalıb. Bir dənə DSMF işə götürən tərəfindən ödəniləndə 4%lik bir azalma olacaqdır və bu da şirkətə dediyim kimi ümumi yükdə 4% vergi yükünün azalmasına səbəb olur. Daha sonra qaydaq dedim ki, DSMF haqqında qanunun düzləmək haqqı hissəsinə toxunduq. Amma aktual olduğunu düşündüyüm digər bir məsələ var ki, fərdi sahibkarlar. Hansı ki, fərdi sahibkar əvvəllər necə vergini ödəyirdi?
Olduğu ərazidən asılı olaraq o bildiyiniz 100 manat ödəmək məsələsi, olduğu ərazidən asılı olaraq minimum əmək haqqının 25% qədər vergi ödəyirdi. Amma artıq 2026-cı ildən hər ay üzrə gəliri nə olacaqsa, xərc çıxılmadan 2%, həmin gəlirin 2% qədər DSF ödəyəcək. Amma bir şərt var ki, minimum 60 olmalıdır, maksimum 400 olmalıdır. Yəni siz gəlirin 2%-ni tapanda 60-dan az eləyəcəksə 60 ödəyəcək. Yəni məsəl üçün 4000-dir gəlir. 4000-in daha doğrusu 2000-dir gəliri. 2000-in 2%-i 40 manat edir. 40 manat DSF ödəməyəcək. Çünki deyir ki, minimum hədd 60 manatdır. Eyni qaydada da olan gəliri, məsəl üçün 60 min gəliri var. 60 minin 2%-i 1200 manat edir. Amma deyir minimum 400 ödəməlidir. Daha doğrusu maksimum 400 ödəməlidir. Demək ki, 1200 ödəməyəcəkdir, 400 manat ödəyəcəkdir. Yəni bu şərtləri minimum maksimum ödəmək şərti ilə gəlirinin 2% qədər vergi ödəyəcəkdir. Digər aşağıda gördükləriniz əvvəldə var idi. Amma faizlər sadəcə artırılıbdır. Hansı ki, toylarda, şənliklərdə, tədbirlərdə çalğıçılıq, rəqqaslıq, aşıqlar və s. fərdi foto fəaliyyətə məşğul olanlarda əvvəl 5% idi, indi 8% olacaqdır. Eyni zamanda çəkməçi, pinəçi və s. uzundur, bunları oxumayım. 3%-dən 5%-ə qaldırılacaqdır. Eyni zamanda kənd təsərrüfatı yararlı torpaqlardan istifadə edən fiziki şəxslər, ailə kəndi təsərrüfatının əmək qabiliyyətli ailə üzvlərinə görə ödədiyi desinfi haqqı da əvvəl 5 hektara qədər minimum aylıq əmək haqqının 2% idi, indi 5% olacaq. 5 hektardan 10 hektara qədər əvvəl 6% idi, indi 7,5% olacaq. 10 hektardan yuxarı olan hissədə isə əvvəl 10% idi, indi 12,5 hektar olacaqdır. Bu da desinfi haqqında qanunda olan dəyişiklikdir. Davam etsək, ƏDV üzrə dəyişiklik. Ən vacib dəyişikliklərdən biri də budur ki, qeydiyyat limitində güzəşt. Sosial şəbəkələrdə belə çox eşidirik ki, dövriyyə 400 min artırıldı. Əslində bu ifadənin yanlış olduğunu düşünürəm. Çünki ƏDV tutulan dövriyyənin müəyyənləşdirilməsinə dövriyyə 400 min artırılmayıb. Sadəcə olaraq bu dövriyyənin, yəni 200 mini keçib keçməyib, ƏDV qeydiyyatına düşməlidir, düşməli deyil sualının cavabını taparkən bəzi fəaliyyət sahələrində, hansı ki, pərakəndə, ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limitinə yüngülləşdirici mexanizm tətbiq olunur. Bu yüngülləşdirici mexanizm dedikdə nəyi nəzərdə tutur? Sırf pərakəndə, ticarət və vergi orqanında çoxda olmayan şəxslərə göstərilən xidmətlərdə postterminalla formalaşan dövriyyə nəzərə alınarkən 0,5 əmsal tətbiq edilməklə nəzərə alınmalıdır. Yəni, məsəl üçün, misaldan görə bilərsiniz, aşağıda nümunə kimi qoymuşam. Bunu dediyim kimi çox qarışdırılır deyə hamı deyir ki, ƏDV qeydiyyatı 400 minə artırılır. Belə bir şey yoxdur. Sadəcə tətbiqinə baxsanız aydın olacaqsa. Tutaq ki, pərakəndə ticarət fəaliyyəti üzrə nağd dövriyyəsi 100 min manatdır. Postterminal vasitəsi aparan dövriyyəsi 120 mindir. İndi 2025-ci il cari dövr üçün bu şəxs ƏDV qeydiyyatına durmalıdır. Çünki dövriyyəsi 200 mini aşıbdır. Amma 2026-cı ildən bu vergi ödəyicisi ƏDV qeydiyyatına durmalıdır və yaxud da yox sualının cavabını tapmaq üçün nağd dövriyyəni olduğu kimi götürürsünüz. Çünki o dövriyyədə hansısa bir əmsal tətbiq olunmur. Amma nağdsız dövriyyə, hansı ki 120 min manatı siz nəzərə alarkən 0,5 əmsal tətbiq etməklə nəzərə almalısınız. Yəni, həmin dövriyyə 100 min, üstəgəl nağdsız dövriyyə 120 min bölünsün 2, yəni 160 mindir bu şəxsin dövriyyəsi. Vergi tutma məqsədləri üçün o sərhədin müəyyən edilməsi üçün dövriyyə 160 min sayılır. Yəni 2026-cı ildə bu qaydalara uyğun vergi ödəyicisi ƏDV qeydiyyatına durmalı deyil. Aydındır? Yəni 400 minə artırılıb ifadəsi yanlışdır. Mahiyyətini də izah elədim ki, sırf nağdsız dövriyyədə bu dövrə 200 mini keçib keçməyib yoxlayarkən 0,5 əmsal tətbiq edilməklə hesablanır. Əgər çatda sual yazırsınızsa, mən çata axırda baxa biləcəm. Çünki belə izahın ortasında baxa bilmirəm, onda qarışacaq. Çünki görürəm yazırsınız orada. Davam edirəm. ƏDV üzrə digər tətbiq olunan güzəştlər praktikada ən böyük problemlərdən biri də indi bu sahə üzrə işləyənlər olubsa bilir.
Rüsumsuz ticarət mağazalarına malların təqdim edilməsi zamanı 18%-dən qaymənin göndərilməyidir. Rüsumsuz ticarət mağazaları kimlərdir? Duty Free Azərbaycan. Yəni bunu nəzərdə tutur. Duty Free Azərbaycana mal satılırdısa, qaymə 18%-dən kəsilməli idi. Bu da problem yaradırdı. Çünki onlar ƏDV ödəmirlər, həmin vergi. Malın üzərinə ƏDV-ni tətbiq eləmirlər, ƏDV-dən azaddılar. Bu malın qiymətinin normalda duty-freedə mal ucuz satılmalıdır, amma bu malın qiymətinin süni olaraq düşməsinə səbəb olurdu, alarkən ƏDV ödədiyi üçün. Yəni bu baxımdan buna da bir güzəşt əlavə olunur ki, Azərbaycan Respublikası ərazisində istehsal edilən və rüsumsuz ticarət mağazalarında satılması üçün verilən mallara ƏDV 0% ilə tətbiq ediləcəkdir. Artıq 2026-cı ildən etibarən. Eyni zamanda aksizli mallara da aksiz 0 dərəcə ilə tətbiq ediləcəkdir. Daha sonra dövlət özəl tərəfdaşlığı layihələri üzrə pudratçıların layihələr çərçivəsində idxal etdiyi texnika və avadanlıqlar ƏDV-dən azad ediləcəkdir. Daha sonra ƏDV geri al mexanizmini bilirsiniz. Hansı ki, pərakəndə və ictimai yaşa fəaliyyətində artıq ƏDV geri al onsuz da mövcud idi. Daha sonra özəl tibbi praktikaya məşğul olan müəssisələrdə bu tətbiq edildi. Daha sonra da bu muzeylərdir, konsert biletlərinin alınmalıdır. Bunlar da ƏDV geri al mexanizmi tətbiq edilir. Artıq 2026-cı ildən etibarən bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdə də ƏDV-ni geri ala biləcəksiniz. Daha sonra ictimai yaşa fəaliyyəti ilə məşğul olan şəxslərin əhaliyə göstərdiyi xidmətlər üzrə nağdsız qayda postterminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənin 50%-dən ƏDV tutulmayacaqdır. Bu qayda da sizə tanışdır. Hardan tanışdır? Özəl tibbi praktika ilə məşğul olan müəssisələrdə, fiziki və hüquqi şəxslərdə ƏDV hesablayarkən postterminalla əldə edilən gəlirlərdə ƏDV-də bir güzəşt var idi. Hansı ki, tutaq ki, postterminalla 100 minlik bir satış edirsə, tutaq ki, onun da ƏDV-si üzərinə gəlinir 18 min. Bu zaman 18 minin yarısını büdcəyə ödəyirdi. Qalan 50%-nə ƏDV tutulmurdu. Yəni 50 mindən ƏDV tutulmurdu. Qalan 50 minin ƏDV-sini ödəməli idi. Eyni qayda ictimai yaşa fəaliyyətə məşğul müəssisələrə də tətbiq ediləcək. Bu maddəni deyəndə bəzən də sual yaranır ki, baxı, ictimai yaşa ƏDV ödəyicisi deyil. İctimai yaşa fəaliyyətə məşğul olan şəxslər dövriyyəsi 200 mini keçirsə, öz istəyindən asılı olaraq sadələşmiş qala bilər. Amma bu demək deyil ki, qalmalıdır. İstəyindən asılı olaraq, yəni elə bir vergi ödəyicisi ola bilər ki, ictimai yaşa ilə məşğul olsa, amma öz istəyindən asılı olaraq ƏDV qeydiyyatına dursun və sadələşmiş vergi ödəyicisi olmasın. Yəni bu o şəxslərə aid ki, sadələşmiş vergi ödəyicisi olmayan, ƏDV qeydiyyatına duran ictimai yaşa fəaliyyətə məşğul olan müəssisələrdə postterminal vasitəsilə formalaşan dövriyyənin yarısından ƏDV-ni ödəməyəcək. Yəni 100 minlik bir satış edibsə 50 mininə görə ƏDV-ni ödəyəcək. Bu sırf postterminala aiddir. Daha sonra ƏDV üzrə nəqliyyat sektorunda tətbiq olunan güzəştlərdən danışacağıq. Yerli istehsal olunan yük avtomobillərinin satışı və onların ehtiyac hissələrinin idxalında ƏDV-nin azad olması nəzərdə tutulubdur. Eyni zamanda Azərbaycan Respublikasında istehsal olunan mülk avtomobilinin satışına ƏDV azad olması tətbiq edilir. O şərtlə ki, həmin maşının sənaye yığımı Azərbaycanda həyata keçirilməlidir. Boya və qaynaq işləri tam olaraq Azərbaycanda keçirilməlidir. Bu zaman 1 ildən 7 il müddətinə ƏDV-dən satışı ƏDV-dən azad ediləcəkdir. Elektrik avtomobillərə idxal və satış azad olmasının 1 il müddətinə sənaye texnologiya parklarının rezidentləri tərəfindən sənaye istehsalı məqsədi oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış, yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışına tətbiq edilməsi nəzərdə tutulur. Bu yalnız 1 il tətbiq olunacaq bu güzəşt 2026-cı ildən 2027-ci ilə qədər. Eyni zamanda gəmi qayırma və gəmi təmiri müəssisələri tərəfindən də bütün malların idxalına 3 illik ƏDV-dən azad olması nəzərdə tutulubdur. O da gələn ildən etibarən tətbiq ediləcəkdir. Bu nəqliyyat sektorunda ƏDV-də tətbiq olunan güzəştlər idi. Aksizli mallar üzrə 2 dənə yeni aksizli mal əlavə olunub aksizli mallar siyahısına. Biri mobil telefondur, biri kvadrisikıllardır. Kvadrisikl bilmirəm, görmüsünüz yoxsa yox, yekə təkərləri olan xüsusilə əyləncə mərkəzlərində görmüşəm.
Belə kənarda o istifadə edilirmi, açıq bu haqda bir məlumatım yoxdur, amma ancaq əyləncə mərkəzlərində görmüşəm ki, rayonlara falan gedəndə kvadritsikllar sürmək üçün istifadə olunur. Yəni bunları aksizdə idxalı zamanı aksiz ödəniləcəkdir. Həmin kvadritsiklların ixtixarı zamanı mühərrikinin həcminin hər kub santimetrinə görə 50 qəpik ödəniləcək, 0,5 manat. Mobil cihazların isə bir ədədinə 20 manat aksiz vergisi ödəniləcəkdir idxal zamanı. Amma bir ədəd mobil telefonun gətirilməsi aksizdən azaddır. Ə, Daha sonra neft məhsulları üzrə aksiz vergisi topdan satış qiymətindən faizlə deyil, istehsal həcminə əsasən sabit məbləğ tətbiq ediləcəkdir. Eyni qaydada mədən vergisində də görəcəksiniz ki, nefti istehsalında artıq faizlə topdan satış qiymətinə deyil, hər tonuna görə müəyyən məbləğlə vergi ödəniləcəkdir. Daha sonra istehsal tarixi 7 ildən artıq olan avtomobillərin ixalında aksiz əmsalı benzin mühərrikli minik avtomobillərinə 1,2-dən 1,5-ə əmsal qaldırılacaqdır. Dizel mühərrikli minik avtomobillərində isə 1,5-dən 2-yə qaldırılacaqdır. Bundan əlavə olaraq da digər spirtli içkilər və tütün məmulatlarında da aksizin dərəcəsi qalxıbdır. Ekranda görürsünüz, hansı ki, içməli spirtdə əvvəl 4,8 idi, 5 manata, araqdır, tündləşdirilmiş içkilərdə, likordur. Bunlarda da yenə 4,8-dən 5 manata qaldırılır. Daha sonra konyakda da 5 manata qaldırılır. Sigarellada hər 1000 ədədinə görə 45,5 manatdan 55 manata. Tütündən hazırlanan siqaretlərdə və onun əvəz edicilərində yenə 45,5 manatdan 55 manata qaldırılır. Energetik içkilərdə 3,1 manatdan 3,3 manata qaldırılır. Və eyni zamanda tündləşdirilmiş alkoqollu içkilərdə hər litinə görə 0,40 yəni 40 qəpikdən 50 qəpiyə qaldırılacaqdır. Aksiz hər il vergi məcəlləsində onsuz da dərəcəsi artırılır. Hər ilin vergi məcəlləsi dəyişikliyində biz onların dərəcələrinin artdığını görürük. Yol vergisi də bildiyiniz kimi avtomobil benzin dizel yanacağına maye qaza görə yol vergisi hər litrə görə 2 qəpik idi. Lakin bu qəpik 7 qəpiyə qaldırılacaq. Gözlənilir ki, yəqin ki, bu dəyişiklikdən sonra benzinin qiyməti ola bilsin ki, qalxsın. Daha sonra mədən vergisi. Bildiyiniz kimi neft və qaz məhsullarında mədən vergisi topdan satış qiyməti ilə hesablanırdı. Neft, qaz və filiz faydalı qazıntılarda. Filiz faydalı qazıntılarında yenə də topdan satış qiymətindən 3% hesablanacaq, amma neft və təbii qazda bu dəyişdirilir. Neftdə əvvəl topdan satış qiymətinə vurub 26% vergi hesablanırdı, amma hal-hazırda hər tonuna görə 12 manat hesablanacaq. Qazda isə 20%-dən hesablanırdı. Artıq 2026-cı ildən etibarən hər kubmetrinə görə 15 manat məbləğlə, yəni sabit məbləğlərlə vergi hesablanacaqdır. Sadələşdirilmiş vergi, əslində sadələşdirilmiş verginin bir hissəsini elə bayaq ƏDV-də qeyd elədik. Deməli, sadələşdirilmiş vergi ödəyicisi olma hüququna malik olan vergi ödəyiciləri müəyyənləşdirilərkən, 200 minlik dövriyyə müəyyənləşdirilərkən, sırf pərakəndə ticarət və vergi orqanında çotda olmayan şəxslərə göstərilən xidmət üzrə postterminal vasitəsilə aparılan ödəmələrin hesablanması zamanı 0,5 əmsal tətbiq ediləcək. Hansı ki, bayaq ƏDV qeydiyyatında izah elədiyim məntiq. Yenə də sadələşmiş vergi ödəyicisinin dövriyyə 400 minə artırılıb ifadəsi yanlışdır. Burada sadəcə dövriyyə yenə də 200 mindir, amma postterminal sırf pərakəndə ticarət və vergi orqanında çotda olmayan şəxslərin göstərdiyi xidmətlər üzrə postterminal vasitəsilə əldə olunan gəlirlərdə dövriyyə 0,5 əmsal tətbiq edilməklə hesablanacaqdır. Və digər bir dəyişiklik isə dövriyyəsi bilirsiniz ki, 200 min manatdan yuxarı olan sadələşmiş vergi ödəyicilər əgər bu hüquqdan istifadə edirsə, artıq sadələşmiş vergini 2%-lə deyil, 8%-lə ödəyirlər. Yenə də 8%-lə ödəyəcəklər, amma güzəşt var ki, postterminal vasitəsilə formalaşan dövriyyəsinə icazə var ki, məsələn 500 minlik bir dövriyyəsi var, onun 400 minin postterminalla da 100 mini nağd qaydadadır. 100 minindən yenə də 8%-lə ödəyəcək, amma 400 minindən icazə var ki, 6%-lə vergi ödəsin. Bu qaydada 2026-cı ildən dəyişdirilməyi nəzərdə tutulur. Yəni, ictimai yaşayış fəaliyyətlə məşğul olan müəssisə ediləcək bir güzəştdir. Bu ekranda gördüyünüz güzəştlər əslində dəyişilməyib, sadəcə olaraq müddəti uzadılıb. Yəni, bu güzəştlər onsuz da var idi. Sadəcə bu ildən etibarən bu müddətləri bitirdi və yenidən uzadılacaq. Ödəmə qabiliyyətini itirmiş bankların toksik aktivlərinin, habelə bankın iflas proseduru çərçivəsində aktivlərin təqdim edilməsinin
ƏDV azad olması 5 ildə uzadılacaqdır. Media subyektlərindən məcəllədə gördüyünüz azad olmalar var idisə, hansı var idi, hamısı 3 il müddətinə uzadılacaqdır. Hansı ki, gəlir vergisi, mənfəət vergisində bunları görmüsünüz. Aqrar kredit qapalı səhmdar cəmiyyətin problemli kreditlərin əvəzinə əldə etdiyi razılaşdırılmış siyahı üzrə əmlak və torpaq vergiləri üzrə torpaq vergisi azad olması 5 il müddətinə uzadılacaqdır. Eyni zamanda Heydər Əliyev Neft Fondu zavodun modernləşdirməsi layihəsi üzrə idxalda ƏDV azad olması da yenə 3 il müddətinə uzadılacaqdır. Gəldik yekun dəyişikliyə. Hansı ki bilirsiniz ki, Qarabağ zonasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə müəyyən güzəştlər verilirdi ki, indi eyni güzəştlər, demək olar eyni güzəştlər Naxçıvan Muxtar Respublikasının rezidentlərinə də veriləcəkdir. Yanvar ayının 2026-cı ilin yanvarın 1-dən 10 il müddətinə bu güzəştlər Naxçıvan Muxtar Respublikasının rezidentlərinə veriləcəkdir. Bəs Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə kimləri nəzərdə tutur? Naxçıvan aşağıda qeyd hissəsində görə bilərsiniz. Naxçıvan Muxtar Respublikasına mərkəzləşdirilmiş qayda vergi ücretuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində sahibkarlıq fəaliyyətinə məşğul olan fiziki və hüquqi şəxslər başa düşülür. Hansı güzəştlər veriləcək? Eyni Qarabağ zonasında olduğu kimi mənfəət, əmlak, torpaq və sair dəyişmiş vergilərdən azad olması nəzərdə tutulur. İdxalda ƏDV-nin azad olması nəzərdə tutulur. Hansı hallar üzrə olduğu mötərizədə qeyd olunubdur. Eyni zamanda dividend gəlirlərinin də vergidən azad edilməsi nəzərdə tutulubdur. Bugünkü dəyişikliklərlə bağlı webinar bu qədər. Hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, hamınız üçün faydalı webinar oldu. İndi isə rekordu dayandırım, sizin suallarınıza qulaq asaq, suallarınıza cavab.